Salam, hörmətli valideynlər və əziz şagirdlər. Bugündən etibarən Güvən Nəşriyyat tərəfindən 6-cı siniflər üçün nəşr edilmiş və ixtisas redaktoru olduğum monitorinq sınaqları kitabının video izahını sizə təqdim edəcəm. Sınaqlar hər gün bir sınaq olmaq şəklində paylaşılacaq. Burada sizdən övladınıza bu vəsaiti almaqla hər gün günün sonunda video izaha baxaraq səhv yazdığı sualların həlli ilə tanış ola bilərsiniz. Bunun üçün sadəcə videoları bəyənmək və kanala abunə olmaq lazımdır. Keçək suallarımızın izahına. Birinci sualımızda modullu ifadə verilib və ifadəsinin qiymətini hesablayın deyir. Gəlin, əvvəlcə yadımıza salaq ki, modulda -5-dən -5 ifadəsi alınacaq. Üzərinə gəldik, -2. -2 müsbətlə qarşı-qarşıya olduğuna görə biz mütləq şəkildə burada müsbəti mənfiyə vuranda işarəmiz mənfi olmalıdır. -2. Çıxaq yenə 1. Daha sonra çıxaq yenə modullu bir ifadədir. Biz bilirik ki, modulda -3-dən -3 çıxacaq. Amma qarşıda mənfi işarəsi olduğuna görə çıxaq 3 yazdıq. İndi hesablamamızı aparsaq, 5-dən 2 çıxsaq -3, -3-dən 1 çıxsaq -2, -2-dən demək 3 çıxsaq, bu zaman bizə verəcək -1. Demək, birinci sualımızın cavabı -1, yəni C bəndi alınır. Keçək ikinci sualımızın izahına. İkinci sualımızda bizə deyilir ki, 12 litr, 16 litr, 20 litr və 24 litrlik 4 fərqli yağ bir-birinə qarışdırılmadan eyni həcmli qablara eyni miqdarda doldurulmalıdır. Buna görə ən azı neçə qab lazımdır? Demək, şagirdlər, biz bilirik ki, əvvəlcə 12-nin, 16-nın, 20 və 24-ün bölənlərini tapmaq lazımdır. Gəlin, indi baxaq görək, 12 nəyə bölünür? 12 bölünür 12-yə, daha sonra nəyə bölünür? 6-ya, daha sonra 4-ə, daha sonra 3-ə, 2-yə və 1-ə. Biz 12-nin natural bölənlərini tapdıq. Gəlin, indi 16-nın bölənlərinə baxaq. 16 bölünəcək 16-ya, daha sonra 8-ə, daha sonra 4-ə, daha sonra 2-yə və 1-ə bölünəcək. Yəqin ki, hamınız mənlə bərabər bunları doğru deyirsiniz. Sonra 20-yə baxsaq, 20 elə 20-yə bölünəcək, sonra 10-a bölünəcək, daha sonra 5-ə, 4-ə, 2-yə və 1-ə bölünür. Bəli, 24-ə baxsaq, 24 isə bölünəcək 24-ə, daha sonra 12-yə, daha sonra 12-dən sonra 8-ə bölünəcək. 8-dən sonra nəyə bölünəcək şahidlər? 6-ya bölünəcək. Bəli, 6-dan sonra 4-ə bölünəcək, daha sonra 3-ə, 2-yə və 1-ə. Bəli, mən sanki sizlərin də doğru yazdığınızı təxmin edirəm bunu. İndi gəlin baxaq görək, bizə bu bölünənlər içərisindən ən böyük ortaq olanımız hansıdır? 12, 6, 4. Mən fikirləşirəm ki, yəqin 4 hamısında ən böyüdür. Bəli, baxın, ortaq bölünənlərin içərisində ən böyük 4-dür. Demək, biz qablardakı, belə deyək də, yağları qarışdırmadan ən çox 4 litrlik qablardan istifadə edə bilərik. İndi baxaq görək, 12 litrlik yağı 4 litrlik qablara bölsək, neçə dənə qab lazım olacaq? 3 qab. Bəs 16 litrlik, 16-nı bölsəm 4-ə, 4 qab. Afərin sizə. 20-ni bölsəm 4-ə, 5 qab. Bəli. Sonra 24-ü bölsəm 4-ə, bəli, 6 qab. Demək, bizə toplamda 3 üzərinə gəl, 4 üzərinə gəl, 5 üzərinə gəl, 6. Demək, 4 ilə 6, 10, 3 ilə 5, 18. Demək, bizə toplamda 18 qab lazımdır. Yəni, ən azı 18 qaba biz bu, belə deyək, yağları qablaşdıra bilərik. İndi gəlin, keçək növbəti sualımıza. Növbəti sualımızda görək bizə nə deyilir? Üzr istəyirəm, bütün yazdıqlarımızı pozaq ki, rahat görək növbəti sualımızı. Növbəti sualımızda bizə deyilir ki, 18 bölək A kəsirini 3-ə ixtisar etdikdə B bölünsün 15 kəsri alınır. A və B ədədləri cəmini tapın.
Sanki sizin də müəllim gəlin bunları kəsr şəklində bərabər yazaq dediyinizi eşidirəm. 18 bölünsün A bərabərdir. Aha, ixtisar etmişik. Düzdürmü? İxtisar etmişiksə nəyə ixtisar etmişik? 3-ə ixtisar etmişik. Bəli, 3-ə ixtisar etsək nə alınacaq? 18-i 3-ə bölsəm 6 alınacaq. Bəli. Bu ifadə A-nı da 3-ə bölsək elə A bölünsün 3 qalacaq. Bu nəyə bərabərdir? B bölünsün 15-ə. Afərin sizə. Demək, hal-hazırda mən sürətimdə 6 ifadəsi qalıbdır. Məxrəcimdə isə A bölünsün 3 ifadəsi qalıbdır. Bəli, şagirdlər. Demək, buradan görürəm ki, B-miz nəyə bərabərdir? B-miz 6-ya bərabərdir. Bəli. Onda A-nı 3-ə böləndə 15-ə bərabərdirsə, bəs A? Afərin sizə. A da 45-ə bərabərdir. Onda biz nə deyirik? Deyirik ki, A və B ədədlərinin cəmini tapın. A 45, B isə 6. Toplasam nə olacaq? 51. Afərin düz tapanlara. Keçək növbəti sualımızın izahına. Bir dəqiqə. Növbəti sualımızın izahı. 4-cü sualda bizə nə deyilir? 4-cü sualda bizdən soruşulur ki, P bərabərdir MNKT və Q bərabərdir SKT PQ olarsa P fərq Q. Bu nə deməkdir şagirdlər? Gəlin yadımıza salaq ki, P fərq Q o deməkdir ki, P-də olub, Q-də olmayan. P-də olub, Q-də olmayan. Gəlin əvvəlcə biz bu çoxluqların ortaq olan elementlərini tapaq. Baxıram ki, K burada da var. Bəli. T həm P-də var, həm Q-də var. Bəs MN Q-də varmı? Yox. Demək, P-nin M və N elementləri Q-də yoxdur. Bizdən də P-nin Q-dən fərqli olanlarını soruşur. Demək, 4-cü sualımızın cavabı olacaq D bəndi. Afərin sizə. Keçirik 5-ci sualımıza. 5-ci sualda bizə deyir ki, müəyyən qədər buğda 3 bölünsün 5 bölünsün 7 nisbətində 3 hissəyə ayrılır. Ayrılan böyük hissə 126 kiloqram olarsa, bölünmədən əvvəl buğda neçə kiloqram idi? Bu çox gözəl bir sualdır. Demək, biz bilirik ki, şagirdlər, demək, bu hissələr hansı nisbətdə bölünüb? Biri 3K-dır, digəri 5K-dır, digəri isə 7K-dır. Sizcə onların hansı daha böyükdür? Əlbəttə ki, 7K. Afərin sizə. Demək, 7K olan hissəmiz 126-ya bərabərdir. Düzdürmü? Bəli. Bəs onda K-mız buradan nəyə bərabərdir? Hamı buradan deyir ki, müəllim, gəlin K-nı tapmaq üçün 126-nı bölək 7-yə. Bəli, 126-nı 7-yə bölsəm, 12-də 7 neçə dəfə düşəcək? Bəli, bir dəfə. 7-ni çıxsam, nə qalacaq? 5. 56-da 7 neçə dəfədir? 8 dəfə. Afərin sizə. Demək, K-mız 8-ə bərabərdir. Bizdən sualda nə deyir? Deyir ki, bölünmədən əvvəl buğda neçə kiloqram idi? Bölünmədən əvvəl toplasam burada neçə K var? 7, 3, 10K, üzərinə gəl 5K, 15K buğda var idi bizdə. Demək, bizdən əslində nəyi tələb edir? 15K-nın tapılmasını. Gəlin tapaq. 15K-mız bərabərdir. 15 vuraq 18. Gəlin alt-alta vurma qaydasında bir yadımıza salaq. Vursaq alt-alta. Necə vurasıyıq? 5-i 8-ə vurduq. 40. 4 yadımızda. 5-i 1-ə vurduq. 5. 4 də yadımızda. 9. 1-i 8-ə vurduq. 8. 1-i 1-ə vurduq. 1. Alt-alta topladıq. 0, 9, 8, 17. 1 yadımızda. 1-in üzərinə də 1 gəlsək. 2. Demək, bölünmədən əvvəl bizim 270 kiloqram buğdamız var idi. Bəli, doğru cavabımız oldu B variantı. Afərin sizə. Keçirik 6-cı sualımızın izahına. 6-cı sualda bizdən nə istəyir? Deyir ki, x bərabərdir 5 olarsa, ifadəsinin qiymətini hesablayın. Sanki hamımızın dediyini eşidirəm ki, müəllim, gəlin x-in əvəzinə 5 qoyaq. Bəli, x-in əvəzinə 5 qoysaq, demək, x kvadratı üzərinə gəl 2x üzərinə gəl 1 tənliyimiz. Demək,
5'in kvadratı üzərinə gəl 2 vuraq 5, üzərinə gəl 1. 5'in kvadratı nə idi şagirdlər? 5'i 5'e vursaq, bəli, 25. 2'ni 5'e vursaq 10, üzərinə 1 gəlsək, demək 35, üzərinə gəl 1, 36. Varmı cavabımızda? Bəli, hamınız yəqin ki, düz tapdınız. Keçək 7-ci sualımıza. 7-ci sualımızda nə istəyir bizdən? Deyir ki, tərs mütənasib asıllığın qrafikinə əsasən mütənasiblik əmsalını tapın və bu asıllığın düsturunu yazın. Çox gözəldir. Gəlin indi baxaq ki, şagirdlər, bu qrafikimizin hansı nöqtəsi verilibdir bizə? Demək, x-inin 9 olduğu, bu zaman y-nin nə olduğu, y-nin isə 1 olduğu nöqtə verilibdir. Demək, biz hər hansısa bir düsturda x-in əvəzinə 9 yazsaq, y-imiz 1-ə bərabər olacaq. Gəlin baxaq görək hardadır. X-in əvəzinə 9 yazsaq, y nə olacaq? 9 vuraq. 9, 81. Demək, bu deyil. X-in əvəzinə 9 yazsam, nə olacaq? 3 vuraq. 9, 27. Demək, bu da deyil. X-in əvəzinə 9 yazsaq, 1 bölünsün 9 alınacaq. Demək, bu da deyil. Amma D bəndinə baxın, şagirdlər. X-in əvəzinə 9 yazsaq, 9 bölünsün 9 nə verəcək? 1 verəcək. Demək, 9 bölünsün 9 1-ə bərabər olduğundan bizim ifadəmizdə y-in 1-ə bərabər olan qiymətini almalıdır. Demək, doğru cavabımız elə D bəndidir. Afərin sizə. Keçək 8-ci sualımıza. 8-ci sualımızda nə istəyir bizdən? Deyilir ki, 2 daxili bucağı 55 və 65 olan 3 bucağın 3-cü daxili bucağının dərəcə ölçüsünü tapın. Çox qəşəng bir sualdır. Demək, şagirdlər, biz nəyi bilirik? Gəlin yadımıza salaq qaydamızı. Hər hansı bir ixtiyari 3 bucaq verilərsə, həmin 3 bucağın 2 daxili bucağı demək, bizdə verilib. Demək, 55, digəri isə verilib 65 dərəcə. Üçüncü bucaq nə olmalıdır? Bilirik ki, x üzərinə gəl, 55 üzərinə gəl, 65. Yəni, 3 bucağın daxili bucaqlarının cəmi mütləq nəyə bərabərdir? Afərin sizə, 180 dərəcəyə. Onda x-in üzərinə 55 üzərinə gəl, 65 bizə verir 120 dərəcə. Bərabərdir 180 dərəcə ifadəsini aldıq. Bəs tənliyimizi necə həll edirdik? Hər kəs bəli deyir ki, müəllim, biz tənliyi həll etmək üçün məlum dəyişəni sağ tərəfə keçirməyimiz lazımdır. 180 çıxaq 120. Buradan da dəyişəni tapdıq. Demək, 180-dən 120 çıxsaq 60 dərəcəyə. Varmı cavabımız? Bəli, müəllim, C bəndi. Afərin sizə. Keçək onda növbəti sualımıza. Görək 9-cu sualda bizdən nə tələb olunur? 9-cu sualda bizə deyilir ki, düzbucaqlı koordinat sistemində verilmiş O, A, B, C. Demək, O, A, B, C və C, D, Y, F, C, D, Y, F düzbucaqlıları bir-birinə bərabərdir. B 5, 9 olarsa 5-in koordinatı demək, 5 nəyi göstərir şagirdlər? Bəli, 5x-i göstərir. Demək, bura x-in qiyməti 5-ə bərabərdir. Bəs 9 nəyə göstərir? Bəli, y-i göstərir. O da, yəni A-nın yerləşdiyi nöqtənin 9 olduğu deməkdir. Afərin sizə. Y nöqtəsinin koordinatlarını tapın deyir bizə. Bir sual versəm, bərabərdir nə deməkdir? Yəni, iki düzbucaqlı o zaman bir-birinə bərabər olacaq ki, onların enləri və uzunluqları bir-birinə bərabər olsun. Düzdürmü şagirdlər? Onda demək, bax, bu düzbucaqlının bu hissəsinin uzunluğu nə idi? Aşağıda 5-i görürsə, demək 5-ə bərabərdir. Bu tərəfi uzatsaq, bax, bu tərəfi sizin üçün uzadıram. Yəni, bu o deməkdir ki, bax, DC hissəmizdə, gəlin oranı da sizin üçün başqa bir rənglə göstərim. Baxın, bax, bu DC hissəmizdə CDYF düzbucaqlısının eninə bərabərdir. Yəni, burada OC 5-dirsə, bu da 5 olmalıdır. Nə zaman? Bax, bu nöqtə 5 olarsa. Düzdür şagirdlər ki, bu məsafəmiz nə olsun? 5 olsun. Bəs OA məsafəmiz nədir? 9-a bərabərdir. Onda D-dən Y-yə qədər məsafədə nə olmalıdır? Afərin sizə 9 olmalıdır. Amma məsafə 9-dur.
Burada axı 0-dan yox, biz nədən başlamışıq? Ay sağ ol, 5-dən başlamışıq. 5-in üzərinə nə gəlməliyik? 9 gəlməliyik. Bu zaman f-in əvəzinə nə alırıq? Afərin sizə, 14 alırıq. Onda biz nöqtələr cütü şəklində göstərmək istəyiriksə, necə yazmalıyıq? Aha, birinci x-in qiyməti y nöqtəsində. Demək, x-in birinci qiymətimiz nədir? 14-ə bərabərdir. Bəs y-in qiyməti nəyə bərabərdir? 5-ə bərabərdir. Afərin sizə. Demək, doğru cavabımız oldu 14, 5. Oldu A variantı doğru cavabımız. Keçək növbəti sualımızın izahına. Deyir ki, 10-cu sualımızda uzunluğu 17x plus 13 və metr və olan taxta parçasının bir ucundan 4x minus 11, digər ucundan x metr kəsilərsə, neçə metr qalar? Çox gözəl bir sualdır. Gəlin, indi baxaq bu suala görək. İndi bizə deyir ki, müəyyən bir taxtadır. Amma mən bilmirəm, o taxta parçasının ümumi uzunluğu nədir? Hər hansı bir ifadə veribdir mənə. Deyir ki, nədir uzunluğu? 17x üstə gəl 13. Afərin sizə. Bir ucundan kəsirəm. Baxın, onu bir başqa bir rənglə ifadə edək. Bu yaşıl hissəni kəsirəm. Necə kəsmişəm? 4x çıxaq 11 şəklində. Bəs digər uzundan necə kəsmişəm? X metrdə, bax, digər uzundan da x metr olaraq da buradan kəsmişəm. Nə baş verdi şagirdlər? Demək, ümumi uzunluğumuzdan, yəni 17x üzərinə gəl 13-dən bir dəfə çıxmalıyam. Nəyi? 4x çıxaq 11-i. Bir dəfə də çıxmalıyam nəyi? X-i. Afərin sizə. Biz möhtərizəni aça bilərikmi? Bəli. 17x üzərinə gəl 13-dən çıxıram 4x-i. Mənfiyə vurulanda nə olur? Afərin sizə. Müsbət 11 olur. Sonra çıxaq x ifadəsi. Gəlin, indi birinci dəyişənləri bir-birindən çıxaq. 17 dənə x-imizdən 4x-imizi çıxsaq, afərin sizə 13x. Və bir dənə də x-imizi çıxsaq, 12x. Afərin sizə. 13-ün üzərinə 11 gəlsək, nə olacaq? Bəli, 24 olacaq. Demək, üzərinə gəldik 24. Demək, alınan parçanın, yəni arada qalan hissənin, baxın, bu hissənin uzunluğu nəyə bərabər oldu? 12x üstə gəl 24-ə. Demək, doğru cavabımız D variantı. Keçək şagirdlər növbəti sualın izahına. 11-ci sualda bizdən nə deyir? Ədədlərinin modasını tapın. Şagirdlər, sual verirəm. Moda nədir? Afərin sizə. Bilməyənlər üçün də xatırlatma edək. Moda verilən ədədlərin içərisində ən çox təkrarlanandır. Ola bilər ki, bizim hər hansı bir şagirdimiz moda, median anlayışlarını qarışdırır. Baxın, sizə belə asan bir qaydada deyim ki, məsələn, mən deyirəm ki, bu ilin modası qara rəngdir. Bu nə deməkdir, uşaqlar? Bu o deməkdir ki, bu il hər kəs qara rəngli paltar geyinməyi sevibdir. Yəni, hər kəs demək, çox hissəsi qara rəngdə geyinməyi sevibdir. Ona görə moda qara rəng olubdur. Onda ədədlərin modası deyəndə içərisində ən çox olana baxasıyıq. Baxın, indi 9 1 dənə, 9 2 dənə, 9 3 dənə. Demək, 3 ədəd 9-um var, 2 ədəd 8-im var, 1 ədəd 7-im var, 1 ədəd 6-ım var. Demək, ən çox nə var burada? 9 var. Demək, doğru cavabımız elə B bəndi olacaq. Keçək növbəti sualımıza. Deyir ki, tərəflərinin uzunluğu 16 və 12 olan düzbucaqlı şəklində göstərilən tərəfindən uzunluğa paralel olan neçə santimetr kəsmək lazımdır ki, sahəsi 144 olsun? Demək, biz istəyirik ki, şagirdlər, biz kəsirik. Bax, bu rənglənmiş hissəmiz sahəsi 144 olmalıdır. İndi bu düzbucaqlıdırmı? Afərin sizə. Bəli, düzbucaqlıdır. Neynəməliyəm? Kəsilmiş hissədən sonra, bax, burada baxın, bu hissələrini rənglədim. Burada hər hansı bir A ədədi qalacaqdır. Yəni, kəsəndən sonra 12-dən nəsə çıxacaq? A qalacaq. A-nı 16-ya vursam düzbucaqlının sahəsi olurmu? Afərin sizə, bəli. A
16 vurulsun A bərabərdir 144-ə. Buradan A bərabərdir nə tapdıq? 9. Demək 12 çıxaq 9 bizə nə verir? 3 verir. Demək bizim axtardığımız hissə 3-ə bərabərdir. Keçək növbəti sualımıza. Növbəti sualda bizə deyir ki, qonşu bucaqların biri digərindən 38 dərəcə böyükdür. Kiçik bucağı tapın. Necə tapırıq şagirdlər? Bir qonşu bucaq çəkək görək nə baş verir. Baxın, bu bizim açıq bucağımız. Biz bilirik ki, qonşu bucaq, yəni qonşu bucaqların cəmi mütləq 180 dərəcəyə bərabər olmalıdır. Düzdürmü? Onda bucağın birinə x yazsam, digərindən 38 dərəcə böyükdür. O zaman digəri neçə olacaq? Afərin sizə. X plus 38 dərəcə olacaq. Bu zaman cəmləsək nə alınacaq? Cəmləsək alınacaq ki, 2x üzərinə gəl 38 bərabər olmalı neçəyə? 180 dərəcəyə. 2x-imiz nəyə bərabərdir? 180 çıxaq 38-ə. 2x-imiz nə oldu şagirdlər? 142 oldu. Buradan x nəyə bərabərdir? 2-yə bölsək 71-ə bərabərdir. İndi bizdən nə istəmişdi? Deyirdi ki, kiçik bucağı tapın. Kiçik bucağımız, bəli, 71 dərəcəyə bərabərdir. Afərin sizə. Davam edək. 14-cü sual gözəl bir diaqram sualıdır. Yəqin ki, hamınız sevirsiniz diaqram suallarını. Deyir ki, diaqrama əsasən bazar ertəsi satılan malın çərşənbə axşamı satılan maldan neçə faiz az olduğunu tapın. Çərşənbə axşamı satılan maldan neçə faiz az olduğunu tapın. Çox gözəl sual. İndi baxaq görək, bizim bazar ertəsi nə qədər malımız satılıb? Bazar ertəsi qrafika baxıram. Bəli, afərin sizə. 450 manatlıq malımız satılıbdır. Çox gözəl. Bəs çərşənbə axşamı nə qədər malımız satılıb? Çərşənbə axşamı isə 600. Demək, çərşənbə axşamı 600 ədəd malımız satılıbdır. İndi bizdən soruşur ki, burada 14-cü sualda demək, satılan maldan neçə faiz az olduğunu tapın. Demək, tənasüb qurmağı bilirikmi şagirdlər? Bilirik deyirsiniz, amma mən də sizə öyrədim. Demək, 600 manatını, yəni 600 malımız neçə faizdir? Sağ olun, 100 faizdir. Bəs bizə deyir ki, satılan maldan neçə faiz az olduğunu. İndi mən baxım görüm, fərqim nəyə bərabərdir? 600-dən 450-ni çıxsam, nə alıram buradan? Afərin sizə, 150-ni alıram. Demək, axtaracağım az olan mal 150 ədəddir. Bəs bu 150 ədəd 100%-in hansı hissəsidir, hansı faizidir? X faizi. Çox gözəl, tənasübləri qurduq. Biz bilirik ki, tənasibi qurarkən düz mütənasib cəmiyyətlər olduğundan onları çarpaz şəklində bir-birinə vururuq. X vurulsun 600 nəyə bərabərdir şagirdlər? 150 vurulsun 100-ə. Afərin sizə. 600 ilə 150-ni ixtisar etsək nə qalar? 4 qalar. Afərin. 4 ilə də 100-i ixtisar etsək nə qalar? 25 qalar. Afərin sizə. X bərabərdir 25%. Demək bizim neçə faiz az olduğunu tapdıq. Demək 25% azdır. Keçirik 15-ci sualımıza. 15-ci sualımızda gözəl bir demək ehtimal sualı var deyəsən. Deyir ki, qutuda 2 ağ, 4 sarı, 4 qırmızı və 2 yaşıl kürəciklər var. Qutudan təsadüfən çıxarılan bir kürəcik üçün aşağıdakı hadisələrdən hansı eyni imkanlıdır? Gəlin baxaq görək şagirdlər, burada nə baş verəcək bizdə? İndi deyirəm ki sizə, demək 2 ağ, gəlin bunları aşağıda yazaq ki, qarışdırmayaq. Hər dəfə şərtə baxmalı olmayaq. 2 ağ var, 4 sarı var. Sonra nə var bizdə? 4 qırmızı, 4 qırmızı. Bir də nəyimiz var? 2 yaşıl. 2 yaşıl.
İndi baxaq ki, deyir qutudan təsadüfən çıxarılan bir kürəciyin, demək ağın ehtimalı ümumilikdə bizim qutumuzda nə qədər kürəcik var? Baxın 2 üzərinə gəl 4, 6 üzərinə gəl 4, üzərinə gəl 2. Demək, bu deməkdir ki, bizim demək 12 ədəd qutuda kürəciyimiz var. Mən ağ çıxarmaq istəyirəmsə, ehtimalımız nə olacaq? 12-dən 2. Bax, ağın ehtimalı. Sarının ehtimalını biraz qarşısında yazaq. 12-dən 4. Qırmızının ehtimalını biraz da qabağa gətirək. 12-dən 4. Yaşılın ehtimalını da lap qabaqda yazsaq 12-dən 2. Gəlin indi biz axtaraq variantlarımızı. Deyir ki, ağ ilə sarı kürəcik çıxması. Ağ ilə sarı 12-də 2, 12-də 4-ə bərabərdirmi? Xeyr. Demək, A variantı ola bilməz. Keçirik növbəti variantımıza. Sarı ilə yaşıl kürəcik çıxması. Sarı ilə yaşıl. 12-də 4 ilə 12-də 2 çıxması. Afərin sizə. Bu da deyil. Davam etsək. Üçüncü sualda nə deyir? Üçüncü variantda. C variantımızda deyir ki, qırmızı ilə sarı. Qırmızı ilə sarı çıxması hadisəsi. Bəli, bu doğrudur. Amma biz yenə də D variantına da baxaq. Qırmızı ilə yaşıl. Qırmızı ilə, yəni 12-də 4 ilə 12-də 2. Bu da eyni deyil. Demək, doğru cavabımız C variantı. Afərin sizə. Keçək növbəti. Hesablayın. Hesablama sualıdır. Yəqin ki, bunu hər biriniz bilirsiniz. Rahat olsun deyə bir də demək, qarışıq ədədi düzgün olmayan kəsr şəklində göstərək. Nə yaza bilərik? 4-də 4-ü 1-ə vursaq 4, üzərinə 3 gəlsək 7. Üzərinə gələk 5-də 2. Şagirdlər, biz bilirik ki, onların məxrəclərini eyniləşdirmək lazımdır. Neynəməliyəm? 4-ü 5-ə vursam 20 olar, sürətini də vururam. Bu zaman isə ikinci kəsrimizi də 4-ə vuraq ki, məxrəci nə olsun? 20 olsun. Afərin sizə. Nə aldıq? 20-də 35. Afərin sizə. Üzərinə gəl. 20-də 8. Bəli, bu kəsirləri toplasaq 20-də 35 üzərinə gəl. 8, 43. Afərin sizə. İndi bunu bölsəm, 43-ü 20-yə bölsəm neçə düşər? 2 dəfə olsa 40 olar. Bəli, amma qalığımız var 3. 2 tam 20-də 3. Hansı variantda var? 16-nın doğru cavabı A variantı. Afərin sizə. Keçirik növbəti sualımıza. 17-ci sual da bizə nə deyir? Deyir ki, nöqtəsindən ordinat oxuna görə simmetrik olan ordinat oxu hansıdır uşaqlar? Absis x-dir, demək, absis x-dir, onda ordinat nədir? Ordinat y-dir. İndi mən sizə bunu bir dənə qrafikin üstündə göstərim. Belə bir nöqtə göstərək. İxtiyari bir dənə nöqtə götürürəm. Məsələn, bura olsun 4, bura olsun 5 nöqtəsi. Baxın, belə bir nöqtəni götürdüm. Deyirəm ki, ordinat oxuna və absis oxuna görə simmetrik olan nöqtələri qurun. Demək, biz nə edirik şagirdlər? Y oxuna görə simmetrik axtarıramsa, bax, Y oxuna görə simmetrik olması üçün neynəməlidir? Nöqtə baba buralara bir yerə gəlməlidir. Bu zaman nə olur? Y oxuna görə simmetrikdə Y dəyişmədi. Simmetrik eyni məsafədə olması üçün X-i əksinə dəyişdirdik. Afərin sizə. Onda demək, ordinat oxuna bu şəkildə. Bəs absis oxuna görə desəydik, demək, absis dəyişməz. Yəni, bax, bu oxa görə keçməlidir aşağı hissəyə nöqtə. Afərin sizə. Bu zaman nə oldu? Demək, Y-in qiyməti əksinə dəyişir. Demək, buradan belə bir xassəni öyrənmiş olduq ki, hansı nöqtə veribdirsə, həmin nöqtə koordinat oxlarının adına baxmamız lazımdır. Məsələn, deyək ki, nöqtəsi ordinat. Ordinat desə Y. Y-ə görə simmetrik olursa, Y dəyişmədi, X isə əksinə dəyişdirdik. Demək, A ştrik nöqtəsi desək buna, X əksinə dəyişib.
-4. Y isə ilə -3 nöqtəsi şəklində alınacaq. Oldu cavabımız baxaq görək -4, -3 B bəndi. Afərin sizə. Keçək növbəti sualımızın izahına. Burada bizə deyirik ki, şəkildə verilənlərə əsasən O mərkəzli yarımçevrələr arasında qalan halqanın sahəsini tapın. Çox gözəl sualdır şagirdlər. Gəlin baxaq görək. Bizdə bu halqalardan, baxın, bu hissəni neçə verib? 2 veribdir. Demək onda biz burada 2 yaza bilərikmi? Afərin, sizə burada 2 yazarıq. Onda kiçik çevrənin halqanın radiusu nə olacaq? 4 olacaq. Afərin sizə. İndi mən dairənin sahə düsturunu desəm, nə deyərsiniz? Deyərsiniz ki, S bərabərdir pi r-in kvadratı. Afərin sizə. Demək, mən bunu dairələrə tamamlasam, baxın şagirdlər, fərz edək ki, belə bir əslində dairələr imiş. Baxın, bunu tamamladıq dairəyə. İndi neyniyərəm? Böyük dairənin sahəsini tapıb yarıya bölsəm, bax bu rənglənmiş hissəmiz əlimizdə qalacaq. Demək, böyük dairənin sahəsini tapaq. Böyük dairənin radiusu nə idi? 6. S böyük bərabərdir pi vuraq 6-nın kvadratı. Oldu nə? 36 pi. Afərin sizə. Bəs bu yarısıdırmı? Bəli müəllim, yarı hissəsidir. Onda S böyüyün yarısı onda nə olacaq? 36 pi 36 pi bölək 2, yəni 18 pi santimetrin kvadrat. Bu oldu böyük yarım dairəmizin sahəsi. Gəlin indi kiçik dairəmizin sahəsini tapaq. Buradan yazıram ki, başqa rənglə. S kiçik bərabərdir pi. Radiusumuz nəyə bərabərdir kiçikdə? 4-ə. 4-ün kvadratı da mənə nə verdi? 16 pi-ni verdi. Bəs S kiçiyin yarısı nəyə bərabərdir? Afərin sizə. 16 pi-ni böldünüz 2-yə, aldıq nə? 8 pi santimetrin kvadratı. Demək şagirdlər, mən böyükdən bu 8-i çıxıb götürməliyəm. Bəli, 18 pi santimetrin kvadratından 8 pi santimetrin kvadratını çıxdıq. 18-dən 8 çıxsaq nə olur? Afərin sizə. 10 pi santimetrin kvadratı. Belə bir cavab varmı? Bəli, var. D bəndi. Doğru yazanların hamısına afərin. Keçək növbəti sualımıza. Növbəti sualımızda nə istəyir bizdən? Demək, burada da çox gözəl bir diaqram sual verilibdir. Mən bilirəm ki, şagirdlərimiz diaqram suallarını sevirlər. Demək, burada bizdən soruşulur. Diaqramda fənlər üzrə olimpiyadada qalib olan şagirdlərin sayı verilmişdir. Fizika olimpiyadasında qalib olan şagirdlərin sayı digər fən olimpiyadalarında qalib olan şagirdlərin sayının hansı hissəsidir? Gəlin baxaq görək. Bu damalarımız nəyi göstərir? Demək, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Düzdürmü? Hər biri bir belə deyək də ədədi ifadə edir. Gəlin indi baxaq görək. Fizikadan neçə şagird iştirak edir? Fizikadan 5 şagird iştirak edir. Fizikadan 5. Digər fənlərdə dediyinə görə biz digər fənlərin hər birini cəmləməliyik. Demək ki, riyaziyyatda 10, 11, 12, 13. Riyaziyyatda 13. Üzərinə gəl. Sonra kimyada neçə şagirdimiz var? Bəli, 8 şagirdimiz var. Üzərinə gəl. Biologiyadan neçə şagirdimiz var? 5 şagirdimiz var. Üzərinə gəldik. Tarixdən neçə şagirdimiz var? 9 şagirdimiz var. Bəli, doğru, yəni ifadəmiz 13 üstə gəl 8, 21, üzərinə 9 gəlsək 30, üzərinə 5 gəlsək 35. Digər fənlərin hansı hissəsidir dediyinə görə, bəli, 35-dən fizikada 5-idir. İxtisar edə bilərikmi? Afərin sizə. Aldıq nə cavabını?
7-də 1. Gəlin indi baxaq görək 7-də 1 bizim doğru cavabların içərisində varmı? Bəli, B variantımızda elə 7-də 1 var. Onda doğru tapmışıq. Keçək 20-ci sualın izahına. 20-ci sualda nə deyir bizə? Qutudakı kürəciklərin sayları diaqramda verilmişdir. Təsadüfən çıxarılan bir kürəciyin qırmızı olması üçün əlverişli halların sayını tapın. Əlverişli halların sayını tapmaq üçün şagirdlər biz nə etməliyik? Gəlin baxaq görək, hər kürəcikdən neçə ədəd var? Demək, sarının olması üçün əlverişli 6 ədəd var. Ağın olmasını soruşsaydı bizdən 10 ədəd olardı. Sonra qırmızının soruşsaydı 4 ədəd. İndi məsələnin şərtində bizdən nə deyir? Qutudakı kürəcinin sayı verilmişdir. Təsadüfən bir kürəcin qırmızı olması üçün əlverişli hal. Əlverişli yəni mümkün ola biləcək. Neçə hal? Ay sağ olun 4. Halların sayı 4-ə bərabərdir. 20-ci sualda izah etdik. Keçək 21-ci sualımızın izahına. 21-ci sualda bizdə artıq həlli yazılmalı suallardır. Gəlin baxaq görək 21-də nə istəyir bizdən? Deyir ki, 20% zərərlə 160 manata satılan mal 20% qazanc ilə. Demək, birinci biz baxaq görək 20% zərər. 20% zərər ilə satıramsa, mənim 100%lik bir belə deyək də alış qiymətim var. Zərər etmişəmsə 20%. Mən nə edəcəm? Çıxıram 20% zərərimi. Nə qalır məndə? Demək, mən aldığım malın 80% qiymətinə satmışam. Demək, 80% 160 manatdırsa, 100% nə qədərdir? Tənasüb qurduq şagirdlər. Bəli, x manatdır deyirsiniz, afərin sizə. Onda mən deyirəm ki, buradan tənasübü həll etmək üçün çarpaz vuraq. 80 vurulsun x bərabərdir 100 vurulsun 160-a. 80-i ixtisar edə bilərik? Bəli. Nə alındı? X bərabərdir 200. Afərin sizə. X-i 200 tapdım. Onda mənə nə deyir? Deyir ki, satılan mal 20% qazanc ilə neçə manata satılar? Çox gözəl bir sual oldu. Demək, mən indi 200-ün üzərinə gəlməliyəm 20% qədəri. 200-ü mən 20%-ni tapsam, 200 əgər 100%-dirsə, 20% nə qədərdir? X isə onun nəyidir? 20%. Buradan tənasibi yenə qursaq, x vurulsun 100 bərabərdir 20 vurulsun 200. Çarpaz şəkildə vurduq. Sıfırlara görə 100-ü böldük. Burada bir 2 qaldı. X bərabərdir 40. Demək, mən 20% qazanc ilə üzərinə artıq nə gəlməliyəm? 40 manat gəlməliyəm. Demək, mən burada tapmışdım əvvəl 200 manat, artıq 20% qazanc ilə satdığıma görə 40 manatda qazancım var. Oldu, malımın satış qiyməti nə qədər? 240 manat. Doğru tapdınızsa, afərin sizə. Keçək növbəti sualımızın izahına. Növbəti sualımızda bizdə bir-birini fırladan iki dişli çarxa böyük olanın 18, kiçik olansa 12 dişi var. Kiçik dişli çarx 6 dəfə fırlananda böyük dişli çarx neçə dəfə fırlanar sualı verilmişdir. Gəlin indi baxaq görək şagirdlər. Mən ümumilikdə deyə bilərəm ki, demək, böyük olanın 18, kiçik olanın isə böyüyün demək 18, kiçik olanın isə 12 dişi var. Afərin sizə. Kiçik dişli çarx 6 dəfə fırlanır. Mən 6 dəfə fırlananda burada neçə diş dönmüş olacaq? 12 dişi 6 dəfə dövrələtdirsəm, neçə diş fırlanmış olur ümumilikdə? 72. Axı, bax, bunların hər biri bir-birinin bir dişini apara bilir. Bəli, bəs 72 dişi fırlatmaq üçün 18-i nəyə vursam, daha doğrusu x yazaq, 18-i nəyə vursam 72 olacaq? Bəli, x bərabərdir 72 bölünsün 18-ə. Yəni nəyə? 4-ə. Demək, bu zaman böyük dişli çarx 4 dəfə
dönmüş olacaq. Aferin sizə. Keçirik 23-cü sualımızın izahına. 23-cü sualda isə bizə deyir ki, anaları Cavid və Hüseyni şəkildəki kimi yerləncəyə mindirdilər. Aferin, aha. Yerləncək boş olduqda da tarazlıq vəziyyətində olur. Cavidin kütləsi Hüseynin kütləsinin 3 mislindən 28 kiloqram az olarsa, Hüseynin kütləsi neçə kiloqramdır? Şagirdlər, siz bilirsiniz ki, bəli, siz bilirsiniz ki, tarazlıq vəziyyətində onların kütlələri bir-birinə bərabər olmalıdır ki, tarazlıqda qalsın. Baxın, Cavid və Hüseyn tarazlıq vəziyyətində qalıblar. Demək, onların kütlələri bir-birinə bərabərdir. İndi Cavid və Cavid, digər şagirdimiz isə Hüseyndir. Hüseyn. Demək, Cavid və Hüseyn tarazlıq vəziyyətindədir. Cavidin kütləsi Hüseynin kütləsinin 3 mislindən. Hüseynin kütləsi əgər x-dirsə, Cavidin kütləsi Hüseynin kütləsinin 3 misli deyirsə, 3 vuraq x. 38 kiloqram azdır deyir. Çıxıram 38-i. Onda onlar tarazlıqda olurlar. Baxın, demək onların kütləsi nə oldu? Bərabər oldu. Bu tənliyi həll edə bilərikmi? Aferin sizə. Eşidirəm ki, sanki deyirsiniz ki, müəllim 3 vuraq x çıxaq x, yəni x-i dəyişəni sol tərəfə keçirin. Mənfi 38-i də sağ tərəfə keçirin, etdik müsbət 38. Buradan alarıq ki, 2x bərabərdir 38-ə, x isə 19-a bərabərdir. Aferin sizə. Onda bizdən nə deyirdi? Hüseynin kütləsi neçə kiloqramdır? Hüseynin kütləsi nə idi? X idi. X-i tapdıq 19. İndi gətirib burada yerinə yoxlasaq, baxın indi 3 vuraq 19 bizə nə verər? Aferin, 57 verər. 57-dən 38 çıxsaq nə olar? Bəli, o da 19 olar. Demək, həqiqətən də onların kütlələri bir-birinə bərabərdir. Məsələni doğru şəkildə həll etmişik. Keçək növbəti sualımıza. Növbəti sualımızda bizə deyir ki, 24-cü sualımız, olarsa silindrin həcmi. Silindrin həcmi deyəndə şagirdlər nəyi nəzərdə tutur? Demək, V bərabərdir oturacağın. Yəni, oturacağımız nədir silindirdə? Dairə. Pi r kvadratı. Hündürlüyümüz nədir? H-dır. Deyək, silindrin həcmini tapın. Gəlin tapaq. Bərabərdir. Pi. Radiusumuz neçədir? 4. 4-ün kvadratı neçədir? Aferin, 16. Hündürlüyümüz neçədir şəkildə? 6-dır. Bəli. 16 pi vurulsun 6. 16-nı 6-ya vursaq 96 pi santimetrin kubu. Doğru cavabımız olacaq 96 pi santimetrin kubu. Keçək 25-ci sualımıza. 25-ci sualımızda isə bizə deyir ki, fermadakı inəklərin sayı 75 olarsa, gəlin indi baxaq. Demək, inəklərin sayı bura yazaq 75. Olarsa diaqrama əsasən qoyunların sayını tapın. Tənasüb qurmaq öyrəndikdə demək şagirdlər. Yazıram. 120 dərəcəmiz neçə idi? 75 inək idi. Aferin sizə. Bəs qoyunların dərəcəsini nə verib? 160. 160 dərəcəmiz neçədir? Hər hansı bir x-dir. Buradan yenə çarpaz vura bilərikmi? Bəli, x vurulsun 120 bərabərdir 160 vurulsun 75. Aferin sizə. 120 ilə 160-ı 40-a ixtisar eləsək, buradan nə düşər? Aferin sizə, 3 düşər. 160-da nə qalar? 4. 3 ilə də, gəlin 3 ilə də 75 ixtisar eləyək. 75 3-ə bölsən nə düşər? 25. Demək, buradan x bərabərdir 4 vurulsun 25. O da bərabərdir 100-ə. Demək, şagirdlər, bizim qoyunlarımızın sayı nə imiş? 100 imiş. Doğru cavabımız alındı 100. Şagirdlər, növbəti videomuzda ikinci sınağın izahını təqdim edəcəm. Yəqin ki, hər biriniz ikinci sınağı yazıb
doğru cavabları, yəni həlləri gözləyəcəksiniz. Uğurlar sizə. Faydalı oldusa videomuz mütləq bəyənin, kanala abunə olun. Sağ olun.